Qaldığımız yerdən davam edirik. Biz son dərsdə iş formalarından danışmışdıq. Bu gün isə iş üsullarının bir qisminin tətbiq formalarına baxacağıq. Time-in 2024 kitabından birbaşa ilə hazır formada göstərəcəm sizə iş üsulları və oradakı vacib cümlələri, fikirləri. Dərs bitəndən sonra isə konspekt formasında lazımlı cümlələrin götürüldüyü konspekt formasında tətbiqdə öz yerini alacaq bu dərsdə. Bu mövzuda belə demək olarsa, çərçivə sənədində demək olar ki, heç bir dəyişiklik yoxdur. Yalnız bir əlavə var. Bu SWOT analizidir. Onunla bağlı YouTube-da mən video çəkmişdim. Bu əslində dünyada çox məşhur üsuldur SWOT analizi. Şirkətlər, holdinqlər, dövlətlər, nə bilim, məktəblər belə bu üsulu tətbiq edirlər, SWOT analizini. Yəni məktəb özünün güclü və zəif tərəflərini analiz eləyir. Üsulla bağlı ətraflı danışmışam. Onun hazır videosunu YouTube-a da yükləmişəm. Qrupa da göndərəcəm. Yerdə qalan bütün üsullar isə elə demək olar ki, eynidir. Bir mahiyyət olaraq heç bir şey dəyişməyib. İş üsulları belə bir xüsusiyyəti var ki, iş üsullarının təbii ki, biraz əzbərə yönələn mövzudur. Bəzi şeyləri, yəni iş üsulu ilə bağlı, ümumiyyətlə iş üsulunu öyrənmək üçün üç məsələyə baxmalıyıq. Mahiyyəti, necə tətbiq eləməliyik biz bunu sinifdə və bunu tətbiq eləyəndə şagirddə hansı bacarıqlar formalaşır. Bu üç sual ətrafında danışacağıq üstəlarından. Sayı çoxdur. Ona görə hamısını yox, bir 12-14 dənəsinə baxacağıq bu gün. Qalanını növbəti dərsdə tamamlayacağıq. 30-dur, 30 ya 31 iş üsulu var. Yəni proqramda adı keçən. İndi sual oluna bilər ki, müəllim, bunların hamısı bizə düşərmi? Yox, təbii ki, hamısı düşmür. Bizə əsasən düşür iş üsullarından fənnimizdə istifadəsi mümkün olan iş üsulları. Yəni bizim fəndə bunu istifadə etmək olarmı, olmazmı? E, Buna baxmalıyıq. Bəzi iş üsulları elədir ki, spesifik olaraq hər hansı fənn üçün nəzərdə tutulmuş üsuludur. Təbii ki, onların bizdə düşməsi ehtimalı çox zəifdir. Amma digərlərinə mütləq baxmalıyıq. O görə də iş üsulunu oxuyub dəyərləndirməliyik. Bu fənnimdə düşərmi, düşməzmi? Buna əsasən qərar verməliyik. İş üsullarından mütləq imtahana sual düşür. Başlayaq. Birinci iş üsulumuz beyin həmləsidir. Əqli hücum da deyirlər buna. Dərsin başlanğıcında, motivasiya hissəsində daha çox həyata keçirilməsi məqsədə uyğun olan bir üsuldur. Keçən əsrin 50-ci illərində Amerikalı psixoloq Anthony Osborne tərəfindən irəli sürülmüş bir üsuldur. E, Belə bir fantastik bir xüsusiyyəti yoxdur. Yox, ehtiyac yoxdur kitabı almağa. Çünki köhnə nəşrdir, iş üsulları eyni qalır sadəcə. Sadəcə hazır var deyə üzərindən izah edirəm. Konspektini dediyim kimi tətbiqə yerləşdirəcəm. E, Sadə bir üsuldur. Üsul deyəndə belə deyək də, interaktiv beyin həmləsidir. Müəllim dayanır lövhənin qarşısında. Və burada növləri göstərilib. Bunlar məsələn ehtiyac yoxdur. Strukturlu, struktursuz, nə bilim, belə şeylərə ehtiyac yoxdur, lazım deyil. Sadəcə bilək ki, 1953-cü ildə Anthony Osborne tərəfindən irəli sürülüb. Adətən qrup şəklində aparılır, fərdi də aparıla bilər. Elə də bir çox fərq eləmir. Müəllim bir mövzunu, problemli situasiyanı, sualı şagirdlərə təqdim edir. Şagirdlər ağıllarına gələn ideyanı, həmin indi problemli situasiyanın həllinə mümkün olan variantları, uyğun gələn assosiasiyaları, sözləri yerdən səsləndirirlər. Bu təbii ki, burada əsas məsələ müəllim o şagirdlərin hər birinin fikirlərini dəyərli hesab eləyir. Qısa-qısa lövhədən qeyd eləyir. Yəni bu fikirləri mühakimə etmirik. Fikirləri mühakimə etməməlidir müəllim. Hər birinə, ən belə deyək də, bizim səsləndirdiyimiz problemə, situasiyaya, lövhəyə yazdığımız hər hansı məsələyə uyğun gəlməyən fikri belə lövhəyə yığırıq bir yerə. Sonra da uşaqlarla müzakirə edirik və beləcə dərsə giriş veririk. Bir növ dediyim kimi də uşaqların diqqətini dərsə cəlb eləmək, dərsin əvvəlində e, olan bir üsuldur. Əqli hücumdan danışırıq mənə. Beyin həmləsi üsulundan. Yəni, bax belədir. Dərsin başlanğıcında uşaqlar əqli hücumda, yəni
şuura, təfəkkürə hücum edirik, məqsədyönlü şəkildə ki, uşağın diqqəti tənəffüsdən, evdən gəlibsə evdən cəmlənsin dərsdə bizim keçəcəyimiz mövzuya. Mövzu ilə bağlı hər hansısa bir problem və yaxud da situasiya, hər hansı mühakimə, fikir irəli sürürük və bunun ətrafında uşaqlardan müəyyən fikirlər alırıq ki, uşaqların diqqəti cəmlənsin həmin məsələyə. Yəni dərsin əvvəlində istifadəsi effektiv olan bir üsuldur beyin həmləsi. Onsuz da dərsdə bunu eləyirik, sadəcə indi bunun adını qoyuruq ki, beyin həmləsidir bunun adı. Şagirddə hansı bacarıq formalaşdırır? Təbii ki, uşaq hər hansısa bir problem qoymuşuqsa dərsin əvvəlində, hər hansısa bir fikir qoymuşuqsa ortaya, istər-istəməz uşaq buna fikir bildirmək üçün həmin situasiyanı beynində təhlil eləməlidir, analiz eləməlidir və həmin situasiyadan çıxış yolu tapmalıdır. Burada məntiqi təfəkkürdür, tənqidi təfəkkürdür. Bunlar inkişaf eləyir. Məntiqi, tənqidi təfəkkür. Yaradıcı təfəkkür isə stimullaşdırır. Fikir verin, yaradır demirik, formalaşdırır demirik, stimullaşdırır. Yəni zəmin yaradır, qıcıqlandırır, amma formalaşdırmır. Burada sadəcə bir məsələ var ki, biz uşaqların səsləndirdiyi fikirləri mühakimə etmədən e, lövhədə yazdığımız üçün uşaqların özünə inamı biraz güclənir ki, müəllim mənim də səsləndirdiyim fikri ciddi saydı və onu lövhədə yazdı. Bu bizə xırda bir şey kimi görsənə bilər, amma şagirdlər üçün həddən artıq böyük məsələdir. Ki, hə, müəllim mənim fikrimi ciddiyə aldı, onu lövhəyə yazdı. Bu onların beynində, düşüncəsində, e, özünə inam hissində, belə deyək də, inkişafa səbəb olur. Eyni zamanda uşaqlar hər birinin fikir səsləndirə bilər deyə şəxsi ifadə tərzləri də inkişaf eləyir. Beyin həmləsi belə bir üsuldur. Yəni sırf dərsin əvvəlində, motivasiya hissəsində istifadə olunan üsuldur. Necə ki, ənənəvi formada motivasiya qururdunuz, hansısa bir sual yazırsınız və yaxud da crossword yazırsınız, uşaqların diqqətini ora cəlb edirsiniz. Yəni dərsə giriş vermək üçün uşaqlardan fikir almaq üçün, beyinlərini, diqqətini ora cəmləmək üçün çox effektiv bir vasitədir. E, Belə deyək də, hansısa tarixi şəxsiyyət haqqında danışanda, e, hansısa mübahisəli bir mövzu haqqında danışanda çox effektiv olur. Həm qrup şəklində uşaqları toplayıb eləmək olar, yəni qruplarla sinfi bölüşdürəndə belə siz bunu irəli sürə bilərsiniz. Fərdi şəkildə də apara bilərsiniz. Siz ancaq lövhənin qabağında uşaqlara hansısa bir problem, situasiya danışırsınız, deyirsiniz və səsləndiləri fikirləri, yəni, yaxud da misal üçün də Nəriman Nərimanov misal üçün. Adam bolşevikdir də. Uşaqlara soruşur, uşaqlar, sizcə Nərimanov necə bir şəxsiyyətdir tarix üçün? Biz onu müsbətmi şəxsiyyət saymalıyıq, mənfimi saymalıyıq? Uşaqlar başlayır hərəsi öz fikrini səsləndirməyə, hamısını lövhədə qeyd edirsiniz. Elə fikir ola bilər ki, ümumi fikirdir, onu əsaslandırmalını istəyirsiniz. Bax beləcə uşaqların diqqəti cəmlənir və dərsin qalan hissəsində siz rahat işinizi görə bilirsiniz. Yəni beyin həmləsi adlandırılan üsul belə sadə bir üsuldur. Yəni elədiyimiz işin sadəcə Osborn tərəfindən e, elmi əsaslarla adı verilib bunun. Növbəti üsul Venn diaqramı və yaxud da Euler-Venn diaqramıdır. Fərqi yoxdur. Bunlar bir-birindən xəbərsiz şəkildə bu diaqramı kəşf ediblər deyə hər ikisinin adı verilib. E, Euler və Vennin soyadlarıdır hər ikisinin. Venn bu bütün fənlərdə demək olar ki, var. Buraxılış imtahanında, qəbul imtahanında, bütün suallarda da biz bunu qarşılaşırıq. Euler-Venn diaqramını bilirik ki, hər hansı anlayışı, hadisəni, nə bilim, şəxsiyyətləri bir-biri ilə müqayisə eləmək üçün, onların arasındakı oxşar fərqli cəhətləri müəyyənləşdirmək üçün istifadə olunur. Kökən olaraq soyadları gəlib bizə çıxan şəxslər ikisi də riyaziyyatçıdır. Ona görə də daha çox riyaziyyat təməlli bir e, iş üsuludur. Lakin yəni, tarixdə də bunu eləmək olar, kimyada da, biologiyada da, fizikada da, hər şeydə eləmək olur. İki fərqli şey və yaxud da indi yeni yeni deməyək, daha doğrusu əvvəldən var idi. Sadəcə indi bizim testologiyamıza yeni gəlir. Üçlü Venn diaqramda gəlir. Yəni deyək ki, A, B və C nəsnələrinin üçünü müqayisə eləmək üçün. Yəni sırf mahiyyəti məqsədi müqayisə eləməkdir. Bunu dərsin istənilən hissəsində siz istifadə edə bilərsiniz.
hər hansı 2, 3 nəsrəni, tarixi şəxsiyyəti, dövləti, nə bilim, tapıntını istənilən fəndə Azərbaycan dilində də müqayisə aparmaq olar, ədəbiyyatda da, tarixdə də olur. Bəs yaxşı, bu Eyler-Venn diaqramı ilə işləyən şagirddə hansı bacarıq formalaşır? E, Uşaqların e, burada müqayisə etmək bacarığı formalaşır. E, Daha dəqiq desək, misal üçün, bilikləri aktuallaşdırır, yəni işə salır. Uşaq öz bildiyi məsələnin bir də sanki üstünə gedir. Deyək ki, İran üzü ilə ulusun ununu müqayisə eləyir tarixdə. Uşaq bu müqayisəni aparmaq üçün də onların oxşar cəhətlərini yazır. Bu heç. Həm də onların hər birinə məxsus xüsusiyyət də yazmalıdır deyə həm İran üzrə aid xüsusiyyətləri yadına salır, həm də ulusun aid xüsusiyyətləri yadına salır. Bilikləri aktuallaşdırmaq deyəndə bunu nəzərdə tutur. Yəni əvvəldən beynində mövcud olan bilikləri bir növ işə salıb yenidən üzərindən keçir. Sadə bir üsuldur, hamımıza tanışdır, Eyler-Venn diaqramı. Gəlirik növbəti üsul, deməli, Sokrat dialoqu. Fəlsəfədə də var bu metod. Əslində elə fəlsəfədə var deyəndə fəlsəfədən gəlib bura. Sokratik metod da deyirlər buna. Bu təbii ki, məşhur Yunan filosofu Sokratın adından gəlir. O həyatı belə yaşayırmış, metod olaraq bu cür sorğulayırmış. Nə işə yarayır? Deməli, müəllim şagirdə sual verir Sokrat metodunda. E, Şagird bu suala bəlli bir cavab verir. Buraya yazaq sual. Şagird də buna cavab verir. Müəllim həmin cavabdan təzədən sual çıxardıb şagirdə verir. Sokratik metod budur. Sokrat e, yaşadığı dövrdə biz onun yaşadığı dövrlə bağlı heç bir kitab gəlib çıxmayıb. Ancaq tələbəsi Platonun əsərlərindən bilirik də Sokrat necə bir şəxsiyyətdir, Sokrat nə yazıb, nə düşünüb, insanlarla necə davranıb, necə danışıb, məşhur o məhkəməsindəki Sokratın müdafiəsində biz Platonun əsərlərindən bilirik. Yəni özünün heç nəyi gəlib çatmayıb bizə. Yalnız tələbəsi Platonun əsərlərindən məlumat alırıq. Həmin o Platonun əsərində də Sokrat haqqında danışanda deyir ki, mənim müəllimim qarşısına çıxan bütün insanlardan öyrənməyə açıq bir insan idi. Qarşısındakı insanlara daima suallar verirdi və onlardan müəyyən cavablar tələb edirdi. Həmin cavabları alandan sonra yenidən o cavabdan sual çıxarıb, yenə qarşı tərəfə ünvanlayıb, hər şeyi belə dərinliyinə qədər araşdırıb gedirdi. Bu metod fəlsəfədə də geniş istifadə olunur. Nietzsche də belə eləyib, Kant da belə eləyib, Schopenhauer-də də belədir. Sokratik metoddan istifadə ediblər. Yəni sadəcə onlar nə edirlər? Onlar özləri sual verib, özləri də cavablamağa çalışırlar. Çünki 19-cu əsr Alman fəlsəfəsində hələ qarşı tərəflə dialoq mühiti formalaşmamışdı. Ona görə bu metod elə Sokrat metodu adı ilə də qalıb və sual verilən cavabdan, yəni sizin şagirdə verdiyiniz sualın cavabını ki verir sizə, təzədən sual çıxarıb şagirdə verirsiniz. Beləcə get-gedə proses daha dərininə gedir. Yəni oxuduğu məsələ, öyrəndiyi məsələni daha dərininə öyrənir. Təbii ki, bu prosesi sonsuz olaraq davam etdirmək mümkündür. Ona sual ver, o cavab versin, sən cavabdan sual çıxart, qaytar. Ona görə də son nöqtədə bir qapalı sualla bu məsələni bağlayırlar. Strategiyanın, yəni əsas məqsədi sualın və yaxud da müzakirə olunan problemin həlli yolunu tapmaq deyil. Əsas məqsəd şagirdi müzakirəyə cəlb eləmək, diqqət edin, təfəkkürünü gücləndirmək, dinləmə və sual vermək bacarığını formalaşdırmaqdan ibarətdir. Yəni Sokratın e, dövründə o bu metodu eləyəndə məqsədi tamam fərqli idi. İndiki dövrdə bizdə isə tamam fərqlidir. Biz şagirdlə bu metodu elədiyimiz üçün bizim məqsədimiz uşaq mütləq bu sualın cavabını verməlidir deyil. Uşaq bizə təkcə cavab versin, onun beyni işə düşsün. Təfəkkürü gücləndirmək deyirik. Təfəkkür nə idi? Biz düşünməyə başlayan an beynimizdə işə düşən, gedən proseslərin adına deyirdik təfəkkür.
Və uşağa biz sual veririk, o cavabını verir. Biz cavabdan təzədən ona sual ünvanlayırıq. O yenidən o suala cavab axtarmaq üçün beynində emal gedir, proses gedir. Təfəkkür başlayır işə düşməyə. Yəni biz belə deyək də kənardan müdaxilə ilə suallar vasitəsilə uşağın təfəkkürünü daimi işlək vəziyyətdə saxlayırıq. Eyni zamanda o bizim sualımıza da qulaq asmalıdır deyə onda dinləmə bacarığı, sonra sual verməlidir deyə və yaxud da uşaq bizə cavab verməlidir deyə bu bacarıqlar da onda inkişaf eləyir. E, Belə maraqlı bir metoddur, üsuldur. Yəni dediyim kimi də fəlsəfədə filosoflar öz həyat tərzlərini bunun üzərindən qururdular. Hər şeyi qarşı tərəfə sual verərək öyrənirdilər. Verilən cavabdan yenidən sual çıxarıb qarşı tərəfə ünvanlayırdılar ki, öyrənmə prosesi dərininə getsin. Bizə dərsdə necə kömək eləyə bilər? Deyək ki, keçəcəyimiz mövzu ilə bağlı suallar hazırlayırıq. E, Çalışırıq ki, bu suallar açıq suallar olsun. Yəni geniş fikirli suallar olsun da sırf elə Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə yaranıb sualı olmasın. Uşaq dedi 1918, siz təzədən 1918-dən ona sual verə bilməyəcəksiniz. Faktoloji sual verməli olacaqsınız. Ona görə də e, keçəcəyimiz dərslə bağlı açıq suallar, müzakirəyə açıq, uşaqların fikir bildirə biləcəyi tərzdə suallar ünvanlayırıq uşaqlara. Bir qədər də düşünmə vaxtı veririk ki, onların beyinləri işə düşsün, düşünsünlər. Burada ola bilər ki, indi açıq suallar çox olanda istər-istəməz o haşiyədən kənara çıxmaq məsələsi ortaya çıxır. Uşaqlar mövzudan kənarlaşa bilərlər. Ona görə də müəllimin diqqəti daima prosesdə olmalıdır ki, o haşiyədən kənara çıxmağın qarşısını alsın. E, Uşaqların cavablarını alırıq, sonra həmin cavablardan təzədən sual çıxarıb uşaqlara ünvanlayırıq və mümkün qədər çalışırıq ki, bu proses bütün şagirdləri əhatə eləsin. Məsələ diqqətlə dərinliyinə qədər öyrənilir belə olan təqdirdə. E, Növbəti üsulumuz gəlir qızıl dairə üsulu. Qızıl dairə üsulu 3N üsulu da adlanır. Burada 3 dənə N hərfi ilə sual var. Nə, niyə və nə üçün sualıdır bunlar. Bu üç sual deyir ki, problemin həllidir. Deməli, bu üsulu yaradıb kəşf edən Simon Sinekdir. Bununla bağlı bir kitab yazıb. Və bu kitab ilk nəşri 5 milyon nüsxə satılıb. Təsəvvür edirsiniz. Sadə bir dənə üsul kəşf edirsən özündən. Bütün problemlərin həlli adlı bir kitabdır. 5 milyon nüsxə satılıb bu kitab ilk nəşrdə. Azərbaycan dilinə də tərcümə olunub gəlib və Azərbaycanda da bir xeyli müddət bestseller olub, satılıb. Vəsaitə hazırlamaq üçün araşdırdım bunu. Bu Qızıl Dairə üsulunu Simon Sinek ilə bağlı. O kitabı oxudum. Çox geniş izah edir təbii ki, xırdalığına qədər. Deyir ki, hər şey bu üç sualın başının altında yatır. Yəni qısaca özətləyirəm də sizə kitabı. Bu deyir danışdığı ümumiyyətlə də deyir insanın qarşısına çıxan problemlər, problemli situasiyalar, dərd, sər, bütün layihələr, görməli olduğu işlər və yaxud da deyir insan sual verir ki, bir çox iş yığılıb qalıb. Hansından başlayım, nə eləyim, nəyi birinci eləyim, nəyi axırıncı eləyim, ilişib qalır deyir. Bu zaman deyir, üç dənə sualı verməklə və bu üç suala doğru, düzgün, vicdanlı şəkildə səmimi cavabını verməklə həmin situasiyanın, problemin bütün mənzərəsi gözünün önündə açılır və o həlli görə bilər. Və bu həmin üç sualı irəli sürür. İngilis dilində ikisi bunun W ilə başlayır, biri H ilə başlayır və bu sualları verir. Bizdə də indi 3 en gedir. Deyir bu nə, niyə, nə üçün suallarını verirsən problem situasiyaya və bu zaman o mənzərə gözünün önündə canlanır və sən problemin həllini daha rahat görə bilirsən. Yəni xaotik vəziyyətdə sən özün üçün daha geniş bir mənzərə formalaşdırırsan. İndi adamın kitabı 5 milyon satılıb, bestseller olub, hələ də satılır. Bundan varlı olub. Dünyada kitabla varlı olan şəxslərin siyahısında yer alır Simon Sinek. Belə bir üsuldur.
qızıl dairə niyə adlanır? Hə, qızıl dairəsini izah edeyim. Simon Sinek bunu sxemləşdirir. Bu üç sualı üç dənə dairənin içərisində yazır. Bax, belə bir şəkildə yazır. Deyək ki, nə, ikinci dairədən niyə sualını, üçüncü dairədən nə üçün sualını çıxardır. Ona görə adına qızıl dairə deyirlər. Məsələnin mahiyyəti, yəni bu üç sualı bu dairənin içindən oxlar çıxardaraq yazır. Yəni deyir, problem bir yumaq kimidir. O yumağın içindən bu suallar vasitəsilə kələfin ucunu tapıb belə deyək də həll eləmək olur problemi. Nə işə yarayır? Deyir, uşaqlara da bu üç sualı, təməl sualı verməyi öyrətməklə dinləyib anlama, oxuyub anlama bacarığının formalaşdırılmasında, layihələrin hazırlanmasında e, deyir, istifadə eləyə bilərsiniz. E, ideyaları qruplaşdırmaq baxımından, uşaqların çətin situasiyadan çıxmağı öyrətmək üçün bu üsulu öyrətmək onlara kömək eləyir. Eyni zamanda deyir, nitqinizi də dəqiq və aydın şəkildə müəyyənləşdirə bilər. Ki, məsəl üçün, nə ilənsə bağlıdırsa tapşırıqlar ki, çıxış eləmək lazımdır, danışmaq lazımdır, nəsə yazmalısınız, hazırlaşmalısınız. Necə danışacağam, hardan başlayacağam, nədən gedəcəm, ən çox da tarixçilər nə qədər desələr ki, yaxşı çıxış edirlər, amma problem yaşayırıq ki, beynimizdə çox məlumat var. Bilmirik, hardan başlayım, hara gedim, paraqrafdanmı danışım, özümdənmi danışım, necə bölüşdürə bilərəm bunu? Və bu zaman bu üç sualı qoyursan qarşıya və danışdığın məsələni bu üç sual altında birləşdirirsən. Danışdığın məsələ nədir, bu niyə var və bu nə üçün bizə lazımdır? Bu cürlə yanaşırsan və bu məsələni izah edirsən, yəni bu üç dənə sualın üzərində qurursan, çıxışı qurtarır, gedir. Şagirdlərlə bunu eləyəndə, şagirdlərə bu üsulu öyrədəndə, onlarda təbii ki, məntiq fikir verin, məntiqi təfəkkür, tənqidi təfəkkür və yaradıcı təfəkkür üçü də inkişaf eləyir. Problem həll etmələri inkişaf eləyir. Sonra dinləyib anlama, oxuyub anlama bacarıqları inkişaf eləyir. Belə bir üsuldur. Yəni oxuyub anlama, dinləyib anlama nədir? Eşitdiyin informasiyanı, oxuduğun məsələni daha aydın mənzərənin göz önünə sərirsən. Və yaxud da əsər oxuyursan, çox qəliz, çətin dili olan, oxunması ağır olan bir əsərdir. Eyni üç sualı verə-verə oxuya-oxuya gedirsən. Misal üçün də çətin bir əsər deyim. Umberto Eco, Qızılgülün adı. Ee, Çox olduqca çətin əsərdir. Ee, Həddən artıq fakt yükü, məlumat yükü var əsərdə. Ee, Səbəbi də budur ki, Umberto Eco-nun elmi işidir əslində o. Umberto Eco xristian kilsəsinin mənşəyi, onun içindəki qollar ayrıldığı istiqamətdə kilsələrin tarixi barədə bir elmi iş yazıb, yəni professorluq dissertasiyası yazıb. Sonra fikirləşib ki, bunu çap edeyim. Sonra fikirləşib ki, bunu belə alan olmayacaq. Neyniyim? Fikirləşib ki, bura personajlara əlavə edeyim, bir qətl hadisəsi əlavə edeyim. Qətl hadisəsi monastırda baş versin. Və bu monastırda da bu qətli araşdıran şəxs keçmiş rahib olsun. Bu adam da xristianlığın o qollarından danışa-danışa öz köməkçisinə bu işi araşdırsın. Və beləcə öz elmi əsərini, bildiyiniz dissertasiyasını çevirib bədii əsər formatına, yəni dissertasiya olduğu kimi qalır, sadəcə içinə bir süjet xətti əlavə edib, bir film ssenarisinə çevirib, dedektiv əsər olub qatil axtarırlar. Qatili axtara-axtara monastırın içində gəzirlər deyə orada xristianlığın qolları, yəni bu rahib o qoldandır, o rahib bu qoldandır, bu qol necə yarandı, o necə yarandı, olub belə bir çətin, ağır dili olan, amma möhtəşəm bir əsər. O əsəri oxuyanda istər-istəməz hər bölmə fəsli oxuyanda adam başını ayağını itirir. Çünki birdən-birə süjet xətti dayanır, başlayır xristianlığın hansısa qolundan danışmağa. Yolda kimisə gördü, o filan qoldandır, Prastafariandır misal üçün, başlayır onun izahını verməyə. O əsərin başını ayağını itirməmək üçün istər-istəməz bu üsulu yadıma salırsan, kitabın qırağından qeyd edirsən ki, bu fəsildə nə baş verdi, niyə baş verdi, bu məsələni nə üçün danışdı deyək ki, bu bir personaj digər personajı. Bax belə oxuyub anlama formalaşır. Yoxsa bir nəfəsə o əsəri dedektiv əsər adı ilə oxusaq, o da dedektiv əsərdir. Deyək ki, yəni Çingiz Abdullayevin yazdığı da, Elxan Latının yazdığı da dedektiv əsərdir. Amma e, Umberto Eco'nun yazdığı o Qızılgülün adı əsəri ilə onlar bir deyil də. Onların Çingiz Abdullayevin külliyatını yığanda bir dənə Qızılgülün adı əsəri eləmir. Budur məsələ. Əsərin dili çox ağır, çətin olanda o oxuyub anlama bacarığını itirməmək üçün, mahiyyəti itirməmək üçün Simon Sinekin təklif elədiyi bu üsuldan istifadə etmək məqsədə uyğun olur.
Belə bir üsuldur. Gəlirik proqnozlaşdırma. Proqnozlaşdırma nədir? Adından da göründüyü kimi, fikir verin, daha çox dil ədəbiyyat dərslərində istifadə olunan, şagirdlərə təxəyyüllərini işə salmağa imkan verən bir üsuldur. Yəni istər-istəməz odur ki, misal üçün mən kimya müəllimiyəm, hə, bu üsul mənə düşərmi? Yox. Çünki daha çox humanitarlar üçün, xüsusən dil ədəbiyyat dərsləri üçün effektivdir. Mahiyyət nədir? Hansısa bir əsəri uşağa oxudururuq. Uşağı əsəri yarıda saxlayırıq. Uşağa sual veririk ki, hadisə səncə necə inkişaf eləyəcək? Əsərin davamı necə olacaq? Səncə baş personaj burada hansı qərar verəcək? Bax bu cürlə. Yəni şagirdləri məcbur edir ki, öz təxəyyüllərini, yaradıcı təfəkkürlərini işə salsınlar və əsərin davamını təxmin etsinlər. Bunu təxmin eləyirik, soruşuruq uşaqlardan. Ondan sonra davamını oxumaqlarını istəyirik. Uşaq oxuyur, sonra deyirik ki, gəl müqayisə eləyək. Sənin fikirləşdiyin sonluqla kitabda müəllifin yazdığı sonluq arasında hansı fərqlər var? Nə üst-üstə düşdü, nə fərq oldu? Maraqlı bir üsuldur. Tarixdə bəlkə də müasir dövr üçün eləmək olar. Müasir dövr üçün, amma qədim dövr üçün nə dərəcədə eləmək olar? Əksini fərz eləməklə bəlkə də eləmək olar ki, belə olmasaydı, elə olsaydı nə olardı? Məsələn, Dünya müharibəsində deyək ki, SSR yox, almanlar qalib gəlsəydi nə olardı? Bu cür nədir? Yəni əksini fərz eləməklə bunu bəlkə də eləmək olar. Təbii ki, uşaqlarda formalaşan təfəkkür hər üçüdür. Daha çox da yaradıcı təfəkkür formalaşır. Çünki uşaq əsər yarıda dayanır, uşaq gerisini özü təxəyyülünü işə salaraq etməlidir. Özürü hesab eləyin, bir qədər danışdıqca səs tonum dəyişir sürətli şəkildə. E, Tam sağalmaq mümkün olmayıb təəssüf ki. Xəstəliyin bütün əlamətləri keçsə də səs məsələsi çox çətinliklə düzəlir. Ona görə məsləhətlər istəyirdim. Qrupda da yazmışdım. Çox sağ olsun, təşəkkür edirəm. Məsləhət yazıb kömək eləyən, kömək bildirən müəllimlərə onlardan da istifadə elədim. Yəni bir dəqiqə bütün bildiyim, oxuduğum, öyrəndiyim, nə bilim YouTube-dan, oradan, buradan tapdığım hər üsulu yoxlayıram. Gəlirik növbəti üsul ziqzaq üsuludur. Ziqzaq üsulu nə işə yarayır? Bu çox yaxşı üsuldur, onu qeyd edeyim. Böyük bir mətn var, dərsdə üzərində işləməli olduğumuz. Bu mətnin qısa zamanda e, şagirdlərə mənimsədilməsi baxımından çox effektiv üsuldur. Böyük bir mətndir, deyək ki, 60 səhifə. E, Böyük bir paraqrafların sayı olan bir dərs də ola bilər, misal üçün. Yeni 6-cı sinif kitabında Azərbaycan tarixində ibtidai icma quruluşu 54 səhifə deyəsən. Yəni kifayət qədər böyük mətndir. Təbii ki, bir dərsə deyil bu, amma deyək ki, zərurət yaranıb biz bunu bir dərsə eləməliyik. Bax bu zaman ziqzaq üsulu effektivdir, işə sala bilərik bu üsulu. Nədir bu üsul? Nə işə yarayır? İndi bir dənə mən lövhə açım. Bunun üzərində əyani şəkildə sizə nümayiş etdirəcəm lövhədə. Ziqzaq üsulunu indi ekranda görəcəksiniz. Yəqin ki, ağ ekran görürsünüz. İndi burada ekranı yazmayın, çünki burada mən lövhə açanda sizin yazmaq sisteminizi bağlaya bilmirəm. İndi mən yazıb sizə göstərəcəm. Ziqzaq üsulu belədir ki, sinifdə şagirdlərimizi qruplara bölürük. Fərz eləyək ki, tam olsun deyə sinifimizdə 4 dənə qrup var. 16 uşaqlıq bir sinifimiz var və 16 uşağı 4 qrupda bölmüşük. Deyək ki, qrupdakı uşaqları da nömrələyirik. Birinci qrupda 1, 2, 3, 4 uşaq əyləşib parta ətrafında. Bütün qruplarda 4 uşaq parta ətrafında əyləşib. Bu şəkildə sinifimiz qruplara bölünüb. Standart qrup bölgümüz var. İndi bizim də əlimizdə bir 60 səhifəlik bir mətn var. Bunun üzərində iş aparmalıyıq. Bu mətn uşaqlara öyrədilməlidir. Bir paraqrafdır, oxunmalıdır, keçilməlidir.
Təbii ki, bir səhifəni 1 dəqiqəyə oxusaq, bu 60 dəqiqə edir. Bizim isə cəmi 45 dəqiqəmiz var. Ona görə də burada ən effektiv ziqzaq üsulu olur. Yəni, e, nə dedik izahında? Böyük mətni qısa zamanda öyrədilməsinə kömək edən üsuldur. Uşaqlarımızın standart qruplarda düzülüşü budur. Bunlara deyilir doğma qruplar. Doğma qruplar. İndi hər bir uşaqların qruplarını yenidən təşkil edirik. Bu dəfə ekspert qruplar yaradırıq. Yenə partaları böldüm. Və hər bir qrupda eyni rəqəmli uşaqları toplayırıq bir parta ətrafına. Deyək ki, bütün qruplardan bir nömrəli şagirdləri toplayırıq bir yerə. Birinci qrupa, bunlar olur hamısı birlər. Daha sonra 2 nömrəli şagirdləri toplayırıq qrup ətrafına. Daha sonra 3 nömrəliləri toplayırıq bir qrupda və 4 nömrəliləri toplayırıq bir qrupda. 60 səhifəlik mətnimiz var. İndi deməli yeni yaratdığımız qrupların adı olur ekspert qruplar. Ekspert qruplar. Bu dəfə nə edirik? 60 səhifəlik mətni 4 bərabər hissəyə bölürük bu uşaqların arasında. Birinci qrupun tapşırığı olur ki, deməli siz səhifə 1-dən səhifə 15-ə qədər olan hissəni oxuyursunuz. Bütün qrupların bir nömrəli şagirdləri yığışıb orada. Oxuyursunuz, 10 dəqiqə vaxtınız var. Lazımi vacib qeydləri götürürsünüz. Həmin məsələni gedib öz qrupunuzda danışacaqsınız. Elə qeydlər götürün ki, o 15 səhifəlik hissəni qrupunuzda danışan zaman digər yoldaşlarınız həmin hissədə nə yazılıb, onun mahiyyətini başa düşsünlər, anlasınlar. Digər qrupa deyirik ki, 15-dən 30-a qədər sizindir, 30-dan 45-ə qədər üçüncü hissənindir, 45-dən də 60-a qədər sizindir. 10 dəqiqə, 12 dəqiqə, indi 15 dəqiqə müəyyən etdiyimiz vaxtı veririk. Uşaqlar həmin mətndən öz paylarına düşən bu qısa hissəni həmin müddət ərzində oxuyurlar və vərəqlərində, konspektlərində öz qeydlərini götürmüş olurlar. Daha sonra, vaxt bitəndən sonra bütün uşaqlara deyir ki, hamı öz qrupuna qayıtsın. Deməli, bir nömrəli şagird qayıdır öz qrupuna, İlk 15 səhifə barədə qeydlərini, məsələni danışır ki, orada nə yazılmışdı. 2 nömrəli şagird, yenə bu da burada daxil. O da öz payına düşən hissəni danışır. 3 nömrə onu tamamlayır. 4 də axırıncı hissəni tamamlayır. Beləcə, doğma qruplarda 60 səhifəlik mətnin bütün məzmunu uşaqlar arasında bölünmüş şəkildə olur. Burada uşaqların çiyninə həm də məsuliyyət düşür. Çünki uşaq düşünməlidir, bir uşağa izah eləməliyik ki, bax deyək ki, sən öz qrupunda səhifə 45-dən 60-a qədər olan hissəyə cavab deyirsən. Sən bu qrupundakı 10-12 dəqiqə ərzində həmin hissə ilə bağlı heç bir iş görməsən, qeyd götürməsən, oxumasan, başa düşməsən, sənin öz qrupuna qaydanda danışacaq bir şeyin olmayacaq. Qrupun da həmin o son 15 səhifədən əziyyət çəkəcək. Həmin hissəyə aid məlumatları və yaxud da mənim verəcəyim sualları yaza bilməyəcək. Bunun da məsuliyyətini sən daşıyacaqsan. Ona görə də hamı öz payına düşən hissəni mütləq şəkildə ekspert qrupda öyrənməlidir. Bax bu formada. İndi amma biz deyək ki, bir qrup ətrafında toplayıb uşaqlara alın bu 60 səhifəlik mətndir, bunu təcili oxuyun. Buna aid mən sizə suallar verəcəm desək, uşaqlar qaçıb dalaşacaqlar 60 səhifəni oxuyası deyirlər. Ona görə də bu üsul tətbiq olunur. Buna deyirlər ziqzaq üsulu. Ümidvaram ki, hamıya aydın oldu. Doğma qruplarından uşaqların hər birini götürürük, ekspert qruplarda toplayıb mətni hissələrə bölüb onlara veririk. Sonra hər kəs öz payına düşən hissənin konspektindən qayıdır öz doğma qrupuna. Orada birləşdirirlər konspekti. Hərə özünə aid səhifələrdəki məsələni birləşdirəndə ortaya tam bizim öyrətmək istədiyimiz vahid mətn çıxmış olur. Belə. Bu üsulun izahı bu idi. Təbii ki, bir çox bacarıqlar formalaşır şagirdlərdə. Bu bacarıqlar e, dinləyib anlama, oxuyub anlama, bunlar hamısında standartdır. Danışıq, təhlil etmə, əməkdaşlıq, bax belə. Buradakı bacarıqları ilə də əzbərləməyə ehtiyac yoxdur. Çünki sırf ancaq burada baxmalıyıq biz ziqzaqda izaha. İzah çox vacibdir. Əsas izahın da vacib cümləsi nədir? Böyük mətnin qısa zaman müddətində şagirdlərə mənimsədilməsi. Böyük mətnin qısa zaman mənimsədilməsi çox vacib idi. Belə. Sonra
Gəlir növbəti üsulumuz, əşya və hadisələrə müxtəlif nöqteyi nəzərdən baxılması. Üsulun adı elə birbaşa belədir. Əşya və yaxud da hadisəyə, yəni eyni bir məsələyə müxtəlif nöqteyi nəzərdən baxış prizması formalaşdırmaq üçündür. Adından da göründüyü kimi yaradıcı və tənqidi təfəkkürə yönəlik bir üsuldur, onları inkişaf etdirir. Eyni əşya, hadisə və yaxud da məsələyə müxtəlif nöqteyi nəzərdən yanaşma tələb eləyən çox maraqlı bir üsuldur. Hər hansı bir situasiyanı biz təqdim edirik şagirdlərə və yaxud da əşya, hadisə fərqi yoxdur. Onu müxtəlif prizmadan qiymətləndirsinlər. Fikir verin, eyni məsələyə müxtəlif tərəfdən baxsınlar. Nümunə misal üçün verilib yağış yağması. Yağış yağmasına hərə bir cür baxır. Taksi sürücüləri misal üçün sevinirlər yağış yağanda. Çünki istər-istəməz yağış yağanda insanlar daha çox taksidən istifadə edir, müştəri çox olur. Pessimist insanlar xarakter etibarilə kədərlənirlər. Çünki onlarda hava tutqun olanda, qaranlıq olanda, buludlu olanda o pessimizm duyğuları deyək ki, baş qaldırır, bədbinlik yaranır. Çətir satan sevinir, çünki yağış yağanda istər-istəməz 3-5 nəfər çətir almalıdır. Piyada insanlar kədərlənirlər, çünki yağışda islanacaqlar. Avtomobil yoxdursa məcbur piyada hərəkət etməlidir və ya taksidən istifadə etməlidir. Yəni budur. Baxın, standart bir prosesdir, qoyuruq mərkəzə yağış yağması. E, Uşaqlardan fikir alırıq ki, yağış yağması ilə bağlı insanlar bu məsələyə necə yanaşırlar. Qar yağması misal üçün. E, Yaxında işləyən adam, evinin yanında işləyən adamlar üçün müsbət hadisədir, qışdır, qışın gözəlliyidir, ondan zövq alırlar. Uzaq məsafədə işləyən, yolu çətin olan, uzaq olan, nəqliyyatı olmayan adamlar istər-istəməz pis olurlar. İşə gedib gəlməklərində problem yaranacaq, çətinliklər yaranacaq, yollar buz tutur. İnfrastrukturu yerində olmayan adamlar, məsələn, ən primitiv su donur, e, qışa hazırlıqlı deyilsə, məcbur şəkildə qaçılmaz çətinliklər yaşamalıdır. Yəni standart bir hadisəni uşaqlarda da bu cür formalaşdırmaq olar. Hər hansı bir tarixi hadisəni də mərkəzə qoyub ona müxtəlif prizmadan baxmaqlarını istəmir. Misal üçün Çaldıran döyüşü və yaxud da Sultan Məhmedlə Uzun Həsənin müharibəsi. Hal-hazırda filmdə də ssenari gəlib həmin hissəyə çatıb. E, və çoxlu müzakirələrə səbəb olan hissələr də var. E, Bütün bu məsələlər belə də ortaya qoyub uşaqların müxtəlif nöqteyi nəzərdən baxmasını istəmək olar ki, onların tənqidi və yaradıcı təfəkkürü inkişaf eləsin. Ki, məsələn, Çaldıran döyüşü bizim prizmamızdan baxanda tariximizdə mənfi hadisədir, məğlub olmuşuq. Amma Osmanlıların prizmasından baxanda böyük hadisədir, qalib gəliblər, nəticəsi daha uğurludur onlar üçün. E, Bu kimi məsələlərə müxtəlif prizmadan baxmağı e, öyrətmək üçün uşaqlara effektiv üsuldur. Hansı bacarıq formalaşdırır? Təbii ki, təhlil eləmək, vəziyyəti qiymətləndirmək. E, Bu iki üsul deməkdə bacarıq uşaqlarda inkişaf eləyir. Maraqlı üsuldur. Sonra gəlir növbəti üsulumuz auksion. Bu ibtidai siniflər üçün effektivdir. Yuxarı sinifdə bunu eləsəz o qədər də effektiv olmayacaq. Eləmək olar, amma mənasızdır da. E, Nəyisə eləmək xatirinə eləmək olacaq bu yuxarı sinifdə. E, Nəyi başa düşməyəcəkəm mən? Auksiyonu yoxsa ziqzaqı, yoxsa müxtəlif nöqteyi nəzərdən baxmağı. Nöqteyi nəzərdən, salam mənim axşamınız xeyir. Sağlam axşamınız xeyir. Da nöqteyi nəzərdən Hə, üsul Çaldıran döyüşü də, Çaldıran döyüşünə Avropalıların gözündən bax, Osmanlının gözündən bax, bizim gözümüzdən bax. Budur. Yəni hər hansısa bir məsələni ortaya qoyub, müxtəlif tərəfdən orada maraqlı olanların gözündən baxmaq. Yəni, misal üçün də Venesuelanın prezidentini ABŞ sağ olsun e, gözəl şəkildə götürdü, apardı. Uşaqlara situasiyada da dedik ki, ABŞ-ın gözündən bax, dünyanın gözündən bax, Azərbaycanın gözündən bax, Venesuelalıların gözündən bax bu məsələyə. Necə qiymətləndirirsən? Müxtəlif nöqteyi nəzərdən. ABŞ-ın gözündən özlərinə görə haqlı səbəbləri var.
E, Dünyada beynəlxalq hüquq, ədalət prizmasından baxanda heç bir hüquqa, məntiqə sığmayan hərəkətdir. Cəzası olmalıdır əslində, əgər varsa dünyada ədalət. E, Venesuelalılar baxımından orada müxtəlifdir fikirlər. Pis yaşayan Venesuelalılar e, diktatura başa çatdı deyə sevinirlər, bayram edirlər. Bir qism Venesuelalılar deyirlər ki, nə qədər pis olsa da onu biz devirməli idik. Bu bizim müstəqilliyimizə toxunan bir hadisədir. Biz Azərbaycanın prizmasından baxanda bizim Venesuela ilə elə də güclü əlaqələrimiz yox idi. Sırf Qoşulmayanlar Təşkilatının üzvü idi deyə e, bir neçə dəfə Venesuela prezidentinin səfəri olmuşdu bizə. Yəni bizim regiondan kənardır. Amma ümumi prizmadan baxanda e, böyük dövlətin kiçik dövlətə, özündən gücü zəif olan dövlətə qarşı e, güc tətbiqinin müasir dövrdə heç kəs tərəfindən qınanmadığı bir e, zamanın gəlib çatdığını biz görə bilirik. Bu mənzərə bizi də narahat edə bilməz, çünki biz də özümüzdən kifayət qədər güclü dövlətlərin əhatəsində yerləşirik. Yəni bax budur məsələnin mahiyyəti. Eyni bir situasiyaya o situasiyaya daxil olan müxtəlif tərəflərin gözü ilə baxmağı öyrətmək lazımdır uşağa. Mən AXC-nin bəli. axşamınız xeyir olsun. Hı Elə mən də burada bir hissəyə elə bir kökləndim. Burada izahda yaradıcı və tənqidi təfəkkürü inkişaf elətdirilməsinə yönəlmiş tapşırıqdır. hı. Amma formalaşdırdığı bacarıqda yaradıcı yoxdur. Ancaq məntiqi və tənqididir. Burada mən bir dənə çaşdım. Hə, Yəni bir dənə bəli. zəhmət Hı olmasın. hı. Hə, səbəb nədir? Çünki tarixi hadisəyə baxanda burada uşaqda yaradıcı təfəkkür formalaşmayacaq. Məsələn, Çaldıran döyüşü ilə bağlı siz hadisəni qoyub müxtəlif nöqteyi nəzərdən qiymətləndirən zaman burada yaradıcı təfəkkür olmayacaq. Uşaq mövcud oxuduqlarından yola çıxaraq məntiqi və tənqidi düşünəcək. Yaradıcı o zaman olur ki, o şeyə o baxış prizması yoxdur, onu uşaq özü xəyal eləyib ortaya ərsəyə çıxarır. Məsələ budur. Misal üçün Venesuela məsələsində Azərbaycan hələ ki öz rəsmi dövlət mövqeyini bildirməyib. Bu faktiki olaraq yoxdur. Hələ ki mövqe bildirməmişik. Misal üçün e, deyək ki, türklər pisləyiblər, nə bilim ruslar pisləyiblər bunu, beynəlxalq hüquqa zidd adlandırıblar. Amma Azərbaycan rəsmi olaraq dövlət səviyyəsində mövqe bildirməyib. Müxtəlif şəxslər mən və yaxud da başqa 20 nəfər mövqe bildirə bilər. Bu ölkənin rəsmi mövqeyi deyil. Ölkənin rəsmi mövqeyi dövlət televiziyasında və yaxud da dövlətin rəsmi mətbuat orqanında çıxan mövqeyidir. Bizdə də hələ ki rəsmi şəkildə Venesuela məsələsində mövqe bildirilməyib. Və indi bəlkə də yaxın günlərdə bilinər, Amerika nümayəndə heyəti bu gün gəlmişdi deyəsən, bu gün və dünən müxtəlif görüşlər keçirmişdi. İndi bəlkə də indi biz nəsə mövqe bildirəcəyik, amma bunun nə olacağı ilə bağlı fikir bildirmək çətin məsələdir. Bax, bunu uşağa sual verirəm ki, səncə Azərbaycanın gözündən baxsaq bu məsələ necədir? Bu zaman artıq konkret mövqe yoxdur deyə ortalıqda. Uşaq yaradıcı düşünməlidir. Amma Çaldıran döyüşü ilə bağlı bizim kitabımızda da bir abzas mətin yazılıb ki, bu türklərin türk dünyasının faciəsi idi, e, xristian dünyasının qələbəsi idi, Avropa diplomatiyasının qələbəsi idi. Onlar iki türk dövlətini qarşı-qarşıya qoyub geri çəkilmişdilər. Bax, bu cür fikirlər yazılıb. Bu zaman artıq uşaq o fikirlərdən yola çıxaraq fikir səsləndirir deyə burada olur məntiqi və tənqidi təfəkkür. Amma mövcud olmayan bir məsələ ilə bağlı uşaqdan mövqe, fikir, baxış prizması istəyəndə, əgər onu onun beyni formalaşdırıb yaradırsa, özü ərsəyə gətirirsə, bu olur yaradıcı. Hə, mən Fərq. belə başa düşdüm ki, Ülvi müəllim, yəni Hı hı. izahda düzdür, verilir yaradıcı və tənqidi. Onda situasiyada belə, yəni həm məntiqi ola bilər, həm tənqidi, həm yaradıcı. Baxır Bəli, situasiyanın bəli. mövzusuna. Hə, Bəli, bəli. yəni orada Tamamilə. yaradıcı da ola bilər də, yəni formalaşa bilər yaradıcı Bəli, təfəkkür. bəli. Yer Aha, qoyub da deyir ki, təşəkkür. fikir verir, Çox sağ. inkişaf etdirilməsinə yönəlib. Demir ki, Hmm. inkişaf etdirir. Deyir yönəlib. Yəni bizim məqsədimiz onu da eləməkdir. Amma işin axırında o ortaya çıxmaya da bilər. Təşəkkürlər. Başa düşdüm. Buyurun, buyurun. Ram müəllim, məqalə göndərəcəm sizə. Sizə deyəndə, yəni şəxsiyə yox, qrupa göndərəcəm. Qızıl dairə üsulu ilə bağlı Təhsil İnstitutu özləri də bir maraqlı məqalə paylaşmışdılar.
1-2 il əvvəl. Çox maraqlıdır. O elə əsərdən də orada statlar falan var. 2 səhifəlik məqalədir, elə bir şey geniş deyil. Onu göndərəcəm. Qızıl dairə üsulu ilə bağlı çox yaxşı, maraqlı məqamlar var orada. O məqalə ilə də oxuyub tanış oldum ki, həmin bu iş üsulunu yazan zaman ki, bütün məsələnin mahiyyəti aydın olsun. Və sakin demək olar ki, bütün mövzuları bitib. Üzərində hal-hazırda təkmilləşdirmə işləri aparırıq. Hamısını yazıb bitirmişik. Yaxşılaşdırmaq üçün, nümunələrimizi zənginləşdirmək üçün və təkmilləşdirir üzərində işlər aparırıq ki, hansı məsələyə nə izahları versək daha yaxşı olar. Nümunələr daha çox olsun deyə üzərində işləyirik. Mövzu yazılması prosesi bitib. Gəlirik auksion üsuluna. Auksion maraqlı bir üsuldur. İbtidai sinif şagirdləri üçün yaxşıdır. Onların yaş səviyyəsinə uyğundur. Məqsədi şagirdlərdə assosiasiya yaratmaq, hər hansı bir əşya və hadisənin xüsusiyyətini tapmağa xidmət eləyir. Primitiv sadə bir dənə almanı gətirib qoyur müəllim lövhənin qarşısına. Deyir ki, uşaqlar, deməli, auksion da hərrac. Türklər nə deyir, müzahidə deyirlər də. Türklər hərrac, auksion. Deyir ki, uşaqlar, deməli, hərə bir dənə bu almanın, bu gördüyünüz lövhənin qarşısındakı cismin, alma dedim də mən məntiqlə, xüsusiyyətlərini deyəcək. Hərə bir dənə xüsusiyyət deyir. Heç kim özündən əvvəlki xüsusiyyəti təkrar etməməlidir. Şərtimiz budur. Təkrar eləyən bizim bu aksiyonumuzdan kənarlaşır. Ən sonuncu yeni fikri deyən qalib gəlir. Uşaqlar başlayır. Biri deyir yaşıl olur. O biri deyir qırmızı olur. O biri deyir içində toxumları var. O biri deyir toxumu varsa onda bu gilə meyvədir. Almanı görürlər, onun xüsusiyyətini deyirlər. Biri deyir tərkibi dəmirlə zəngindir. Nə bilim, o biri deyir çoxlu vitaminlər var içində. Belə-belə xüsusiyyətlər deyirlər. Bir təzədən qayıdır ki, mənim yaşıldır. Yaşıl bu uşağı kənarlaşdırırıq. O auksiona daha təklif verə bilmir, çünki yaşılı təkrar elədi. Bir müddət sonra artıq bir 10-15 xüsusiyyət deyəndən sonra olmadı da, bunun xüsusiyyətləri məhdud saydadır. Bəlli bir yerdə dayanacaq. Bəlli bir yerdə artıq yeni fikir heç kim tapa bilmir. Sonuncu, axırıncı alma ilə bağlı doğru xüsusiyyət deyən oyunun qalibi olur. Ona görə deyəndə bu çox sadə primitiv üsuldur auksion. Uşaqlar üçün maraqlıdır. Hər hansı bir öyrənilən cismi və yaxud da hadisənin xüsusiyyətlərini sadalamaq bacarığı formalaşdırır şagirddə. Cism və yaxud da hadisənin xüsusiyyətlərini sadalamaq. İbtidai sinif müəllimlərinə düşür imtahanda adətən auksion üsulu. Digər müəllimlərə variantların içərisində adı keçir. Görəndə də müəllimlər onu elə çıxardırlar, gedir də belə çox effektiv deyil. Köhnə biliklərdən istifadə eləmək lazımdır, çünki insan gördüyü bir əşyanın, cismin xüsusiyyətlərini sadalamaq üçün o əşyanın cismlə bağlı bildiyi köhnə biliklərini yadına salmalıdır. Bunlardan istifadə eləyir. Assosiasiya yaradır. Yəni assosiasiya əlaqələndirmək. Həmin cismin beynindəki inkası deyirlər. İndi inka deyirlər. O da aydın olmayacaq. Soruşacaq inka nədir? Əksi, təsviri deyək. Nəyisə bir şeyi görmüsən, o artıq sənin yadında qalır. Onun xüsusiyyətləri də sənin beyninə keçir, hopur, beynində yadında qalır. Növbət dəfə sən o cismi görəndə, onun xüsusiyyətləri sənin beynində dərhal yadıma düşür. İnsanlarla münasibət kimi də, kiminləsə pis münasibətiniz var, bir 3-5 il əvvəl dalaşmısınız. 4-5 il sonra həmin adamı görəndə, həmin o dalaşdığın sözlər, ona dediyin, onun sənə dediyi, o aradakı məsələlər adam o görəndə yadına düşür. Düzdür, adam öpüb qucaqlayır ki, bəs neçə ildir görüşmürük zət, amma niyə biz neçə ildir görüşmürüyün səbəbi dərhal adamın yadına gəlir. Bax, bu assosiasiyadır. Həmin adamı görəndə, həmin an o adamı sonuncu dəfə görəndə yaşadığın hisslər, duyğular, danışdığın məsələlər beynində bir növ assosiasiya olunur, əlaqə yaranır beynində neyronlar arası ki, bu adamla axırıncı münasibətimiz belə qurtarmışdı. İndi də necə ola bilər? Bax, budur məsələ. Assosiasiya yaratmaq budur, əlaqələndirmə, inkasın gətirməkdir. Auksion belə üsuldur. İbtidai siniflərə daha çox yarayır da. İndi alma, apensin, mandarin, nə bilim, belə şeylər, hər hansı evdə məişət əşyasını belə qoyub, onun xüsusiyyətlərini sadalamağını istəmək o uşaqlar üçün effektiv beyin məşğələsidir, üsuludur. Yuxarı siniflərdə bu qədər də
effektiv olunur. Ona görə də ibtidai sinif üçün deyirik. Növbəti üsul əşyaların qeyri-adi istifadəsidir. Çox maraqlı üsuldur. Günün sabahdan gedib məktəbdə eləyə bilərsiniz. Şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirən üsuldur. Adi bir əşya götürürsünüz, uşaqlara deyirsiniz ki, bunu necə fərqli istifadə etmək olar. Əsas funksiyası misal üçün də e, demişdim sizə, mənim bir 8-ci sinifim var idi. Metodikanı ilk öyrənməyə başlayanda o sinifi təcrübə sinifi eləmişdim. Hər şeyi orada yoxlayırdım. Bu üsulu da orada yoxlamışdım. Adi bir karandaş, bildiyimiz karandaş, yəni bildiyim diricəyli qələm yox, karandaşı uşaqlara verdim. Dedim ki, baxın uşaqlar, bunun məqsədini bilirik də. Yazırıq, yazdığımızı pozuruq və yaxud da sonradan pozacağımız qeydləri götürürük. Bunu qeyri-adi, fərqli formada əsas funksiyasını kənara qoymaqla necə istifadə etmək olar? Qızlardan biri götürdü, gəldi saçını yığdı, götürdü saldı saçının ortasına. Dedi ki, müəllim, mən evdə olanda saçımı yığmaq üçün istifadə edirəm. Biraz istər-istəməzdən indi qəribə gəlir. Saçı da çox elə də güclü, iddialı olmayan adam olaraq. Biraz qəribə gəlir ki, bu saçı nətər saxlaya bilər bu? Yəni, bu broşka deyil, bir şey deyil. Bu necə düz bir qələmdir? Bu necə saxlaya bilər saçı? Qız saçını fırlatdı, yığdı, ortasına elə saldı ki, bildiyi saçı saxladı. Dedi ki, müəllim, mən bunu belə istifadə edirəm. Baxdım ki, yəni bu əşyanın qeyri-adi istifadəsidir. Yəni bu cavab əslində məndə yox idi. Heç bir ağlıma gəlmirdi ki, belə bir şey istifadə etmək olar. Amma görəndə, yəni uşaqlara bu cür cavabını bilmədən belə suallar vermək olar. Əşyanın qeyri-adi istifadəsi. Bu da nümunədə misal üçün qalstukun təyyarədə oturacaq kəməri kimi istifadəsini təsəvvür eləmək olar. Bu cür müxtəlif şeylər eləmək olar. A4 kağızını verib uşaqlar, bunun misal üçün əsas funksiyası budur. Yazı yazmaq üçün. Bunu fərqli necə istifadə etmək olar? Uşaqlar 50 min dənə variant fikir tapırlar və yaxud da istifadə etdikləri formanı deyirlər. Bax budur. Yəni nə işə yarayır? Yaradıcı təfəkkürə. Uşaqların beynini işlədir ki, məsələyə yaradıcı yanaşsınlar. Əşyanın qeyri-adi istifadəsi. Hər hansı bir əşyanı verin, deyirəm ki, ala bunu bir dənə fərqli formada, öz funksiyasından fərqli formada istifadə elə görüm. Bu nə işə yarayır? Uşaqlar da oturub fikirləşirlər bunu. Çoxu heç fikirləşmir, dərhal deyirlər. Ağlımıza gəlməyən, beynimizin ucundan keçməyən müxtəlif üsullar gəlir uşaqların ağlına. Növbəti üsulumuz qərarlar ağacıdır. Bundan çox sual düşür. Qərarlar ağacı üsulu, onun tətbiq formasından. Bir neçə addımda tətbiq olunur. Təbii ki, adından göründüyü kimi insan qarşısına çıxan problemi həll eləməyə çalışır və bu zaman problemin bir neçə həlli yolu ola bilər. Bəli, bəli, tarixdə də istifadə edə bilərik. Çox maraqlı həll yolları çıxır adamın qabağına. Yəni bir xoşbəxtlik də bir var ki, insan problemi çıxsın qarşısına, ona həll yolu tapa bilməsin. Bir də var ki, bir neçə həll yolu var. Bunu müxtəlif üsullarla etmək mümkündür. Mən necə eləyim? Bunlardan hansını seçim? Bax, bu zaman qərarlar ağacı üsulu işə yarayan üsuldur. Bunu da uşaqlara da öyrətməkdə fayda var, həm də uşaqlar üçün maraqlıdır. Ki, problem zamanı 21-ci əsr bacarığıdır həm də qərar qəbul etmək ki, insanın qarşısına fürsətlər çıxa bilir bəzən. 3-4 dənə eyni vaxtda fürsət çıxır. Bilmirsən ki, bunlardan hansını seçəsən. Qərar verməlisən. 4-5 hamısı gözdə yaxşı görsənir. Amma bilmirsən hansını seçmək lazımdır. Bu zamanda işə yarayan üsuldur. Sinifdə bunu eləmək üçün uşaqlara deməli bir problem situasiya veririk. Tarixi bir problem verə bilərik və yaxud da hansısa dərsdən, tapşırıqdan, məsələdən bir problem müəyyənləşdiririk. Daha sonra uşaqlara o başda öyrəndiyimiz beyin həmləsi ilə həmin problemə həll yolu təklif etmələrini istəyirik. Uşaqlar çoxlu həll yolları təklif edirlər və həmin həll yollarının müsbət mənfi tərəflərini müzakirə edib 3 dənəsini saxlayırıq axıra. Bax, bu gördüyünüz kimi. Uşaqlar çoxlu həll yolu təklif edirlər. Hamısını ciddiyə alırıq, qəbul edirik, götürürük. Amma safçürə eləyib 3 dənəsini saxlayırıq. Deyir ki, uşaqlar, indi gəlin bu 3 dənənin arasından seçim eləyək. Necə eləyək? Hər bir həll yolunu tək-tək dəyərləndirək. Müsbətlərinin sayı nə qədərdir, mənfiləri, ziyanları nədir bizə? Bir-bir baxırıq. Misal üçün, 3-cü həll yoluna baxıram.
3 dənə müsbəti var, 5 dənə mənfisi var. Deməli, bu həll yolu o qədər də effektiv deyil. 3 dənə xeyri var, 5 dənə ziyanı var. Bunu çıxartdım. Sonra digər həll yoluna baxıram. 3 dənə müsbəti var, 2 dənə mənfisi var. Nə eləyir? 3 müsbəti var, yaxşıdır, amma 2 mənfisi var. Bu pisdir, bunu da çıxardıram. Ortada qalır ikinci həll yolumuz. Bunun 3 dənə müsbəti var, bir dənə bizə ziyanlı yeri var. Deməli, bu daha səmərəli həll yoludur. Belə bu cür nə seçirik? Deməli, uşaqların fikirlərini hamısını alırıq. Müsbət mənfi tərəflərini qiymətləndirib 3 dənəsini saxlayırıq axıra. Sonra 3 vəziyyətdən bu 3 dənə həll yolundan hər birini yenə müsbət mənfilərini dəyərləndirib birini seçirik və niyə seçdiyimizi əsaslandırırıq. Bu da olur qərarlar ağacı. Həyatda da çox lazım olan bacarıqdır. Dediyim kimi, ancaq problem düşünməyək də, həyatda qarşımıza iş fürsəti çıxır. Misal üçün, eyni vaxtda 3 yerdən iş təklifi alırıq. Qalırıq arasındakı hansını seçim, hansına gedim, indiki işimi atım mı, atmayım mı? Xüsusən də müəllimlik peşəsi ilə məşğul olanda belə olur. İnsanlar nə qədər şikayət eləsə də müəllimlikdən, müəllimlik işi ilə məşğul olan adam kənardan gələn iş təkliflərini qəbul etməyə həmişə tərəddüd yaşayır. Əmək haqqısı az ola bilər, sosial durumu yaxşı olmaya bilər. Amma istər-istəməz müəllimliyin verdiyi zövq, e, müəllim deyərək bizə müraciət olunması, bu kimi şeylər insana müəyyən bir peşəyə bağlılığı yaradır, hər nə qədər pisləsək də. Və fərqli bir işə keçmək üçün qərar verməyimizdə çox böyük çətinliklər yaradır. İnsan bir də müəllimliyə geri dönə bilmərəm əndişəsinin, qorxusun yaşayır. Qərarlar ağacı bax həmin anda işə yaraya bilər. Dediyim kimi, yalnız problem üçün düşünməyək də bunu. 3 dənə yaxşı bizə təklif var. Görəsən hansı yaxşıdır məsələsini dəyərləndirmək üçün 3 təklifin üçünü də yazıram bir dənə kağıza. Hər birinin müsbət mənfi cəhətlərini altından qeyd edirəm. Daha sonra bunların arasında mənzərəm formalaşır ki, hə, bunların hansı daha mənə sərf eləyər, həmin üst işdən birini seçib qərarımı verirəm. Bununla bağlı testlərdə, tapşırıqlarda cümlə olaraq nə ola bilər? Zaten bu cümlə çox effektivdir testdə, situasiyada seçə bilməyimiz üçün. Təklif olunan hər yolun müsbət və mənfi tərəfləri təhlil edilir. Yaxşı cümlədir bu. Ən səmərəli yol seçilir. Çünki müsbət və mənfi tərəflərini təhlil eləmək başqa iş üsullarında yoxdur. Bu əsasən qərarlar ağacında olduğu üçün bu müsbət mənfi tərəfləri təhlil eləyib ən səmərəli həll yolunu seçmək cümləsi qərarlar ağacı iş üsulu olduğuna bizim qənaət gətirməyimizə səbəb olur. Həll yolunda da problem müəyyənləşdir. Bütün həll yollarını yazırıq. Sonra müsbət mənfiləri seçib seçimi daraldıb 3 dənəsini saxlayırıq. 3 dənədən də birini seçirik. Yaxşı, uşaqda nə bacarıq formalaşdırır? Təbii ki, çətin vəziyyətdə qərar qəbul etmək, problemə həll yolu tapmaq. Sonra nə var? Tənqidi məntiqi təfəkkür, komanda işinə hörmət, əməkdaşlıqda ümumiləşdirmək, nəticə çıxarmaq, qərar qəbul edərkən səbəbləri təhlil etmək və əsaslandırmaq. Şimdi mən bu qərarı niyə verdim, niyə etdim, niyə seçdim? Bu işə yarayır. Maraqlı bir üsuldur. Bütün fənlərdə eləmək olar. Nə də fən barədə bunu məhdudlaşdırmaq olmaz. Bu üsul həyatı bacarıq verir insana. İnsan həyatının demək olar ki, hər bir anında müəyyən situasiyalarda qərar vermək məcburiyyətindən üzləşir. Dediyim kimi, yalnız problem üçün düşünməyək bunu. İnsan yaxşı bir işə keçmək üçün də bir şans olaraq da qarşısına bir neçə eyni anda şanslar çıxa bilir. Bu zaman qərar verib o yaxşı hansıdır onu seçməlisən. Effektiv üsuldur. Növbəti üsul sinektikadır. Yunan dilindən gəlib sinektika sözü. Müxtəlif cinsli elementlərin birləşməsidir tərcümədə. Maraqlı bir metoddur. Kollektiv intellektual fəaliyyətə əsaslanır. Yəni, qruplar şəklində olur bu da. Fikir verin, şagirdlərin düşünmə fəaliyyətini qrup şəklində aktivləşdirir, stimullaşdırır. Bu fərdi eləmək olmur bunu. Bunu ancaq gərək qruplarla eləyərsən. Yaxşı, bunun qrup bölgüsü nətər olur? Yenə sinifi 4 dənə qrupa bölürəm.
Birinci qrupu bura yazıram, digərlərini onun qarşısına yazıram. Partiyanın ətrafında birləşdirdik digərlərini. Bu dəfə problemi təklif edən tərəf qruplardan biri olur. Deyək ki, bu bir qrupu ayırdıq püşkatma ilə. Bu qrup digər üç qrupa bir problem situasiya təklif edir. Nəyisə müzakirə eləyək, hansısa bir məsələni irəli sürək, hansısa bir problemə həll yolu axtaraq. E, Beləcə bu problemi irəli sürür bu qrup. Digər qruplar isə həmin qrupa həll yolları irəli sürürlər. Deməli, bir qrup ortaya problem situasiya atan qrupdur. Yəni uşaqlar özləri situasiya verirlər, problem situasiya. Digər qruplar həll yolları təklif edən qrupdur. Digər üç qrup həmin qrupa həll yolları təklif edir. Problemi irəli sürən qrupun şagirdləri həll yolları fikirləşən qrupun şagirdlərinin fikirlərini hamısını qəbul edir. Qulaq asırlar, variantları müzakirə edirlər və özlərinin irəli sürdüyü problemə bu təklif olunan həll yollarından birinin hansı olduğuna uşaqlar qərar verir. Siz sadəcə prosesi yönəldirsiniz. Bir qrup problem situasiyanı irəli sürür, digər üç qrup o problem situasiyaya müxtəlif həll yolu irəli sürürlər. Axırda yenə o problemi irəli sürən qrup özü qərar verir ki, bunlardan hansı daha effektivdir, yəni bizim irəli sürdüyümüz məsələnin həlli bu üsullardan hansı ilə olsun. Bax, bu fikir açar məqamdır sinektikada ki, problemi olan tərəf bu yolların hansının həllində maraqlı olduğunu ifadə edir və fikrini əsaslandırır. Bu cümlə əsas məqamdır. Yəni, problemi irəli sürən qrup sonda özü qərar verir ki, ona təklif olunan həll yollarından hansı ilə o problem həll olunması daha effektiv olar. Yəni, siz də sadəcə kənardan prosesi idarə edirsiniz, fasilitatorsınuz, yol göstərirsiniz. Buna uşaqlar qərar verirlər. Problemi irəli sürən qrup. Deyir ki, misal üçün, birinci qrupun fikri bizim xoşumuza gəldi. Əla, biz bunu bəyəndik. İstəyirik ki, problemimizin həlli belə olsun. Deməli, sinektika üsulunun incə məqamı, açar məqamı nədir? Problemi irəli sürən, situasiyanı irəli sürən tərəf, qrup, özü də sonda öz probleminin həlli üçün təklif olunan variantlardan hansının keçərli olduğuna qərar verir, fikrini belə ifadə edir. Budur məsələnin mahiyyəti. Bəs nə bacarıq formalaşdırır? Problemin optimal həlli yolunu seçmək. Optimal, yəni ən uyğun. Sonra başqasının fikrinə hörmət. Sonra fikirlərin hamısını tənqidi, məntiqi, yaradıcı üçün də yazıblar. Təfəkkürləri formalaşdırır. Bu bacarıqlar formalaşdırır. Özləri problemi irəli sürürlər, təklif olunan həll yollarından da özləri seçirlər. Belə bir üsuldur sinektika. Yunan dilində mənası müxtəlif cinsli elementlərin birləşməsi deməkdir sinektika sözünün. Bir də həmişə qruplarla olur. Fərdi şəkildə eləmək effektiv deyil. Ülvi müəllim, çox üzr Bəli, istəyirəm, keçməmiş buyurun. sualımı verim. Siz bayaq bir cümlə işlətdiniz, müsbət və mənfi cəhətlərlə bağlı. Mənim gözümə orada o cümlə yenə dəydi. Necə tətbiq etməlidir də, burada müsbət və mənfi tərəfləri müəyyənləşdirir yazılıb. Sinektikada. Hardadır? Necə tətbiq etməli? Burada yazılıb müsbət və mənfi tərəfləri müəyyənləşdirir. Hə, bu Mən problemi müəyyən görmüşəm. edən qrup edir onu. Təhlil edir, bu müəyyənləşdirir. Bir dənə zəhmət olmasa bu Hə, nüansı bir bu dənə. cümləni deyirsiniz. Hə, Bəli. bu cümlə Çünki bayaqkında da qərarlar ağacında siz dediniz müsbət və mənfi tərəflər müzakirə olunmaq heç birində yoxdur. Təhlil edir və müəyyənləşdirir. Burada nə anlam var? Bir dənə zəhmət olmasa. eyni şeydir. Mahiyyət etibarıyla eyni şeydir. Sadəcə sinektikanın mahiyyətində
Buradakı kimi bütün kollektiv şəkildə problemə həll yolu seçmək yoxdur. Burada problemə həll yolunu, bu problemi təklif edən qrup qərar verir. Aydındırmı? Qərarlar ağacında siz prosesi yönəldirsiniz, bütün siniflə bir yerdə bu addımları icra edirsiniz. Aydındırmı? Qərarlar ağacında buradakı addımlar bütün siniflə icra olunur. Amma sinektikada siz müdaxilə eləmirsiniz. Burada problemi irəli sürən qrupun özü bu prosesi icra edir. Onlar özləri dəyərləndirirlər və sonda qərarı özləri verirlər. Aydındırmı? Burada amma siz bu üç dənə həll yolunun mənfi müsbət tərəflərinin təhlilini bir-bir həyata keçirirsiniz. Yazırsınız, göstərirsiniz. Uşaqlar gəlin indi bunların arasından seçək, qərar verək, görək hansını seçirik. Bu həll yolunun müsbət tərəflərini deyin yazaq, mənfi tərəflərini deyin yazaq. Bu işləri icra edirsiniz. Amma sinektikada belə iş olmur. Sinektikada qrup özü oturub, özü qərar verir ki, bizim problemimizə ən uyğun həll yolu bu digər qrupların təklif etdiklərindən hansıdır? Onlar özləri orada müsbət mənfini də analiz edirlər, təhlil edirlər. Sonda ümumi sinifə qərarlarını açıqlayırlar. Ki, mən istərdim ki, və Başa yaxud da biz düşdüm. Hə. istərdik ki, məsələnin həlli necə olsun? Anladım. Yəni siz orada problem həll edən qrup olaraq qoymusunuz. Bir də qarşısında 3 qrup qoymusunuz. Bəli, bəli. Siz deyirsiniz ki, yəni müsbət və mənfi cəhətləri hələ o 3 qrup özü öz arasında müzakirə edərək Yox, nəticə 3 qrup yox, çıxardır. bir qrup. O problemi irəli sürən qrupun şagirdləri öz daxillərində qərar verirlər. Yəni məsələn bir qrup deyərkən, məsələn tam orada qarşıda 3 qrup kimi çəkmisiniz ha. O 3 Bəli. qrupdan biri məsələn. Yox, yox, bu 4 qrupdur sinif. Sinif 4 qrupdur. Hə, Bir bu qrupun müsbət və mənfi cəhəti problemi kim qoyubsa özü seçir. Bəli, bəli, bəli. Həmin qrup öz daxilində müsbət mənfini seçir, təhlil eləyir, Hə, deyir ki, vsyo. Hə. olan qrupu üçün seçək. Yəni sırf hamısını uşaqlar icra edirlər. Biz sadəcə üsulu olaraq öyrədirik, göstəririk. Bunlar bunu başlayırlar icra etməyə. Sonra deyirik ki, öz daxilinizdə saf-çürük eləyin və qərarınızı bizə deyin. Aha. Amma bayaqki siz dediyinizdə qərarlar ağacında müsbət və mənfini mən müəllim olaraq, məsələn, mən bunu müsbət bilirəm, müsbət yerinə yazıram. Ha, olar, onu da siz də eləyə bilərsiniz. Uşaqlardan da soruşursunuz. Atamın uşaqlarla bir yerdə yazırsınız, lövhədə eləyirsiniz deyə. Uşaqlar Aha, deyirlər, hə. yazırsınız. Baxırsınız, neysə Hə, ki, ay demədilər, uşaqlar siz bunu özünüz müsbət əlavə eləyirsiniz. seçirsiniz yoxsa mənfi, hə? Elə. Bəli, bəli, bəli. İndi Aha, əlavə təşəkkürlər. demədiklərində siz özünüz yazırsınız ki, uşaq, baxın, burada bunu unutduq. Bunu da əlavə edirəm bura. Yaxşı, çox sağ olun. Ee, Aytən müəllimə yazıb ki, açar sözlərin, bəli, konspekt dediyim elə oydu. Bunun konspektini hazırlamışam. Onu hazır formada verəcəm sizə. Sırf hansı iş üsulunda, hansı söz, hansı cümlə olmalıdır, onu oradan götürəcəksiniz. Burada bəzi cümlələr var ki, ümumiyyətlə kitabda yoxdur. O cümlələri də ora daxil eləyəcəm ki, həmin cümlələri biləsiniz. Burada kitabda yoxdur bir neçə cümlə, fikirlər var ki, həmin iş üsullarını situasiyalarda aydınlaşdırmağa kömək edir. Növbəti üsulumuz nə olardı əgər? Yaradıcı təfəkkürü inkişaf elətdirir də, belə deyək, mövcud olan hər hansısa bir prosesin, işin, hadisənin, cismin olmadığı situasiyanı şagirdə sual veririk. Belə proqnozlaşdırmaya bənzəyir, amma bir qədər fərqlidir. Cütlərlə daha çox effektiv olur. Uşaqlar bir-birinə suallar verirlər. Və yaxud da müəllim də uşaqlara sual verə bilər. Günəş yox olsa nə olar? Sonra nə bilim, hadisələrin davamını söylə. Dircəkli qələm olmasaydı nə olardı misal üçün? Kəşf olur. İnternet olmasa nə olar? Bir gün bütün dünyada elektrik kəsilsə nə olar? Bax belə bu tipli suallar veririk və uşaq mövcud olan nəyinsə olmadığı situasiyanı beynində canlandırmalıdır və bunu təsəvvür eləyib, yəni yaradıcı təfəkkürü inkişaf etdirməlidir. Müəllim situasiyanı təqdim edir, uşaqlar da buna cavablar verirlər. Nə olardı əgər? Nə işə yarayır soruşsalar, cavab yaradıcı təfəkkürü inkişaf etdirir. Bitdi. Növbəti üsul Fryer modelidir. Biliyin növləri mövzusunu keçəndə adını öyrənmişdik biz bunu üsulun. Fryer modeli söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə edilən bir iş vərəqidir əslində.
Nə işə yarayır? Bax, burada göstərdiyi kimi, xüsusən yeni dil öyrənən insanlar üçün çox effektivdir. Hər hansı bir sözü təzə öyrənirsiniz də, onu yazırsınız mərkəzə. Təzə söz öyrəndim. Məsələn, innocent. Öyrənirəm təzə sözdür. Yazıram mərkəzə innocent. İzahını yazıram. Sonra hansısa bir cümlədə işlədirəm onu. Sonra sinonimin yazıram. Sonra da antonimin, yəni əksini yazıram ki, innocentin əksi nədir? Innocent günahsızdır. İzahını bura yazıram. Cümlədə işlədirəm. Sinonimin yazıram və antonim yazıram. Yəni ümumiyyətlə anlayış belədir ki, bir insan öyrəndiyi hər hansı bir yeni nəyinsə izahını verə bilirsə, onu öz nitqində cümlədə işlədə bilirsə, onun bənzəri, sinonimin, xarakteri xüsusiyyətlərini sadalaya bilirsə və antonimin, onun nəyə aid olmadığını, əksinin nə olduğunu bildirə bilirsə, həmin anlayışa hərtərəfli şəkildə sahib olur. Mahiyyət budur. Dil dərsləri üçün çox effektivdir xüsusilə. Və yaxud da dil dərsləri olmasın, əsər oxuyanda və yaxud da nə bilim yeni dərs, yeni paraqraf keçirsən, içində çətin sözlər, terminlər var. Bax bu zaman istifadə olunması effektiv olan üsullardan biridir. Xüsusən dil dərsləri üçün dediyim kimi çox vacib üsuldur. Söz analizi aparmaq, özündə söz ehtiyatı yaratmaq üçün çox effektiv formadır, ideya baxımından. E, Dediyim kimi də sadə iş vərəqidir. İndi burada belə yazılır. Bunu siz ən adi lövhəyə də çəkə bilərsiniz. Bir dənə dairə çəkirsiniz, ətrafına 4 dənə xətt qoyursunuz. Eyni mahiyyət olur. Öyrənilən yeni söz mərkəzə yazılır. İzahını yazırsınız yuxarıdan. İndi bu formada verilibsə buradan. Harasından bunların yerini dəyişə bilərsiniz. Bunların yeri istənilən yerə yazıla bilər. Sadəcə adı dəyişməmək şərti ilə istənilən yerə yazmaq olar. Yəni məsələn mən izahı aşağıya yazdım müəllim, olar mı? Təbii ki, olar. Üsulun mahiyyəti budur. Fryer modeli deyirlər. Fryer soyaddır. E, Tarixdən misal üçün hansısa bir termini öyrənə bilər uşaq. Azərbaycan dilində cümlədə ədatın Fryer modelini hazırlayıblar. Ədat izahı nədir? Cümlədə ədatın işlənmə formasını yazıblar. Sinonimləri veriblər və antonimi veriblər ki, xarakterik olmayan xüsusiyyətləri nədir? Yəni, fikir verirsiniz, bir anlayışın oxşarını bilmək, əksini bilmək, özünün izahını bilmək və cümlədə işlənməsini bilmək demək olar ki, sənin o anlayışın hər xüsusiyyətinə sahib olursan. Dediyim kimi, ingilis dili öyrənməkdə xüsusən də yeni dil öyrənməkdə, sırf ingilis dili yox, bütün dillər üçün keçərlidir, çox effektivdir. Yeni qarşıya çıxan mətndə, nə bilim, filmdə zətdə hansısa bir söz olur. Həmin sözü salırsan Fryer modelinə. Yazırsan mərkəzə, lüğətdən və yaxud da indi internetdən, Google Translate-dən baxırsan, izahını yazırsan, cümlədə işlədirsən, sinonimlərini tapırsan, antonimi, əksi varsa onu tapırsan, o söz artıq sənin beyninə tam olaraq oturur ki, bu sözün əksi nədir, cümlədə necə işlənir, necə izah olunur. Nə işə yarayır? Uşaqlarda yenə əvvəlki biliklə yeni biliyi əlaqələndirmək, məntiqi təfəkkür, cütlərlə eləyəndə əməkdaşlıq da ola bilər. Cütlərlə olmasa yox, tək oturub eləyirəmsə nə əməkdaşlıq. Belə bir üsuldur Fryer modeli. Metodika öyrənəndə də istifadə edə bilərsiniz əslində elə Fryer modelindən. Hansısa mövzunu mərkəzə yazıb, izahını yaza bilərsiniz özünüz üçün, öz sözlərinizlə interpretasiya eləyərək. Xarakterik xüsusiyyətlərini yaza bilərsiniz, hansı mövzuya bənzəyir yaza bilərsiniz, hansı mövzu ilə əksdir yaza bilərsiniz. Məsəl üçün, Vygotsky yazmaq olar ki, Piaget ilə əksdir və s. bu cür yazmaq olar. Növbətə gəlir mövzu Sinkvein, mövzu deyirəm, üzr istəyirəm, iş üsulu. Bundan yekunlaşdıracağıq, bu sonuncudur, baxacağımız. Sinkvein, ədəbiyyat dərsində çox istifadə olunur. Həyat bilgisi kitabında da görmüşəm, bir neçə məqamda var bu. Kitab da yox, daha doğrusu metodik vəsaitində adı keçir. Sinkvein üsulunun. Maraqlı üsuldur. Dil ədəbiyyat müəllimləri demək olar çox istifadə edirlər. Onların mətnlərinin, əsərlərin sonunda demək olar ki,
sual və tapşırıqların içində deyir Sinkveyn quru və s. bu cür tapşırıqlar olur. Mənası beşlik deməkdir. Xəmsə sözü kimidir də, Sinkveyn beşlik deməkdir. Üsulun mahiyyəti odur ki, az sözlə əsas fikri ifadə edə bilməkdir. Maksimum az söz istifadə etməklə. Nə işə yarayır? Deməli, uşaq bir dənə mətn oxudu. Həmin mətni məzmunun bir dənə isimlə yazır. Bir dənə isim. Daha sonra həmin ismi təyin eləyən iki dənə sifət yazır. Sonra yenə birinci ismə uyğun olan üç dənə feil yazır. Daha sonra mətnin ümumi ideyasını 4 sözdən istifadə etməklə söz birləşməsi və yaxud da cümlə qurur. Sonda yenə mətnin əsas fikrini bir dənə isimlə qeyd eləyir. Bax, belə bir sinkveyindir. Həyat bilgisi dərsində deyir uşaqlara keçilən mövzu ilə bağlı yazdırmaq olar. Misal üçün, neyniyək? Bir dənə sinkveyin qurmağa çalışaq. Koroğlu dastanı. Hansısa bir boyu oxuduq. Buna aid bir sinkveyin qururuq. Mətnin məzmunun, Koroğlu dastanının məzmununu bir dənə isimlə qeyd eləyək. Necə isim qura bilərik buna bir dənə isim? Qəhrəmanlıq. Qəhrəmanlıq nə? Qəhrəmanlıq isimdir. Dastanın mətnin məzmunu qəhrəmanlıqdan danışır da. Bir isim qoyduq. Sonra həmin ismi təyin edən iki sifət yazırıq. Qəhrəmanlığı biz necə sifətlə ifadə edə bilərik? Cəsur bir sifət. Başqa nə deyə bilərik? Cəsur, qüvvətli. Bu da sifət. İki dənə cəsur, qüvvətli. Koroğlunun xarakterindən gedirik də. Sonra həmin ismə uyğun üç dənə feil. Nə qura bilərik? Üç feil. Üsyan etmək. Sonra üç feil qısa quraq da üsyan etmək artıq iki söz oldu. Biz necə adlandıra bilərik qəhrəmanlığı üç dənə feillə, üç dənə hərəkət? Deyək ki, qorxmamaq, qətiyyətli olmaq, başqa necə ifadə eləmək olar? Qəhrəmanlığı uyğun üç feil. Qəhrəmanlığı necə nümayiş etdirmək olur? Qorxusuzluq, qətiyyətlik, biri də olsun, ağlıma feil gəlmir başqa, qəhrəmanlıqla bağlı. Bu məzmunda Mənim başqa feil. cəsarətli. Cəsarətli. Cəsarətli sifətdir. Biz Feil feil deyil. deməliyik, feil. Hə, Qorxmaq. feil. Üç feil. O da necədir qorxmaq? Qorxmamaq, bir dənə tapaq da, qorxmamaq, İgidlik. icidlik, icidlik isimdir. Feil olmadı. Nəysə, bu şəkildə irəliləyir də, yəni bir dəqiqə bir sinkveyin qurmalıyıq. Mətnin əsas ideyasına uyğun 4 sözdən ibarət cümlə. Koroğlu dastanının ideyasına uyğun 4 sözdən ibarət bir cümlə quraq. Ədalətsizliyə qarşı mübarizənin simvolu. Ədalətsizliyə qarşı mübarizənin simvolu. Oldu 4 cümlə. Sonda yenə mətnin əsas fikrini bir dənə yenə isimlə qeyd edirik. Amma başdakı isim olmasın. Qəhrəmanlıq olmasın, icidlik. İcidliyi gətirib qoyuruq bura. Bax, budur sinkveyin qurmaq. Oxuduğum mətnə uyğun məzmunu ifadə edən bir isim, sonra həmin ismə aid. Deməli, birinci bir isim yazırıq, sonra həmin ismə aid iki sifət, sonra yenə həmin ismə aid üç dənə feil, sonra ümumi məzmunu 4 sözdən ibarət ifadə edirik. Sonda isə yenə əsas məzmunu yenə bir isimlə qeyd edirik. Amma bu birinci isimlə axırıncı isim eyni deyil. Eyni olsa çünki mahiyyət itir. Eyni deyil. İkisi də fərqli isim olur. Bu belə. Dediyim kimi, dil ədəbiyyat üçün belə daha effektiv üsuldur. Onlarda az sözlə bütöv böyük bir əsəri, məzmunu, dastanın boyunu ifadə eləmək daha effektivdir, məqsədə uyğundur. Hə, nə işə yarayır? Buradakı bacarıqların adlarını görürsünüz. Demək olar ki, bayaqdan hamısında rastlaşmışıq bu adlarla. Fikrin lakonik və dəqiq ifadəsi. Tarixçilər bilirlər də bu lakonik sözünü. Lakonika vilayətinin adından gəlir. Qısa
danışmaq mənasında işlənir lakonik sözü. Onlar e, çox qısa danışırlarmış. Nitqlərində həddən artıq az sözdən istifadə edirlərmiş. Lakonikalılar. Ona görə də Yunanıstandakı o Lakonika vilayətinin adından bu söz bütün dünyaya yayılıb. Deyirlər ki, filankəs öz fikrini çox qısa, lakonik ifadə elədi. Lakonik nədir? Yəni lakonikalılar kimi. Qısa, aydın. Burada da fikir verirsiniz, o boyda dastanı bir dənə isim, iki dənə sifət, üç dənə feil, dörd dənə sözdən ibarət cümlə, sonda yenə bir isimdən ifadə eləmək. Qısa, lakonik həmin dastanın mənasını çıxarmaq e, mahiyyəti daşıyır. Belə hesab edirlər ki, əgər uşaq e, əsəri oxuyandan sonra onun barəsində sinxbeyin qura bilirsə, bu o deməkdir ki, uşaq əsərin belə deyək də əsas fikrini o dərəcə dərindən anlayıb ki, onu 3-4 dənə sözlə ifadə edə biləcək səviyyəyə çatıb. E, Bax belə qəbul olunur. Ona görə sinxbeyin qurdururlar əsərlərin, hissələrin, dastanların sonunda sual və tapşırıqlarda bu sinxbeynin adı keçir. Yəni mahiyyəti budur. Həyat bilgisi metodik vəsaitində də dediyim kimi rastlaşmışam buna. Amma tarixdə yoxdur. Deyək ki, getdim mən sabah tarixdə elədim. Özümə sual verirəm də avtomatik. Uşaq indi mövzunu oxudu, bunu bir isimdən ifadə elədi. O isimə aid iki dənə sifət tapanda tarix baxımından nə öyrənəcək? Cavab heç nə. Üç dənə feil tapanda nə öyrənəcək? Heç nə. İndi dörd cümlə, dörd sözdən ibarət cümlə, yəni hardasa bir fikir demək olar. Sonda yenə bir fərqli isimlə ifadə edəndə və özləri birinci isimlə bu axırıncı isim fərqli olmalıdır. Yenə uşaq tarixi oxuduğu əsərdən və yaxud da paraqrafdan nə qazanacaq? Mahiyyət etibarından yəni bizim fənn üçün elə də effektiv olmur. Ona görə dil ədəbiyyat müəllimləri bunu daha çox edirdilər. Sadəcə indi öyrənirik də, beyin çöndü, bəlkə birdən sual da düşər. Sual dediyim kimi də sual düşməsə belə variantda adı keçir. Bu zaman bizə qərib gəlməsin ki, bu sinxbeyin nədir görəsən adı verilib bura. E, Bunu ayırd eləyə bilmək üçün ki, sinxbeyni görən kimi bunu atıram ki, bunu keçsin, verilən situasiyada sinxbeyindən danışılmır. Mahiyyəti budur. Az sözlə əsas fikri ifadə edə bilmək bacarığı. Qurtardı getdi. Az sözlə əsas fikri ifadə edə bilmək bacarığı. Konspektdə bu cümlələri qeyd eləmişəm hamısını. Belə. Təxminən yarıladıq. E, Yarıladıq. Növbəti dərsdə qalan yarısını gedəcəyik. Neçəsi qalıb? 1, 2, 3-ü qalıb, 4, 5-i qalıb, 6, 7, 8, 9, 10, 11, 12-si qalıb. 13, 14, 15, 16, 17. 30-dan çox da sayıb. 14 ya 15-ini öyrəndik. Bir o qədər də qalıb. Növbəti dərsdə bu qalan hissəsinə baxacağıq. Belə. İndi kimə hansı üsul qaranlıq qaldı? Nə sualınız var verə bilərsiniz. Qızıl dairə ilə bağlı qrupa məqalə göndərəcəm. Elə bir şeydir, 2 səhifədir. Oxuyub tanış olarsınız, maraqlı üsuldur. İmtahanda istifadə olunan üsuldur. Çünki Arti bunun barəsində məqalə paylaşıb. Adətən Artidə imtahanlarda daha çox istifadə olunan məsələlər onun barəsində Artinin resursu olan məsələlərdir. Qoy sizinlə bölüşüm. Yəni Arti hansı məsələ ilə bağlı bir məqalə, izah videosu, resurs paylaşıbsa, daha çox istər ixtisasda, istərsə də metodikada bu məsələyə daha çox üstünlük verir. İxtisas artırma təlimlərinin də suallarında belə olur. Və təkmilləşdirmə təlimlərinin də testlərində belə olur. Artinin səhifəsində resursu olan məqalə, mənbə, üsul, dərs, bunlar daha çox istifadə olunur. Çünki ədəbiyyat siyahısı kimi verməkdə olur deyə o. Bu şəkildə hazırlayırlar. Proqrama yerləşdirəcəm. Konspekti proqrama yerləşdirəcəm. İstəsəz qrupa da göndərərəm, problem yoxdur. Bu konspekti qrupa da atmaq olar. Belə.
Sözü sual olan var? Yoxsa gecəniz xeyrə qalsın, Tanrı yar və yardımçınız olsun. Növbəti dərsdə görüşənə qədər. Sağ olun.